İran'da 13 gündür devam eden ve en az 40 kişinin hayatını kaybettiği hükümet karşıtı protestoları ekranlarınıza getirdik, haberimizde paylaştık. Şimdi İran'da yaşanan bu gelişmelere, son duruma daha yakından bakacağız sevgili seyirciler. TRT muhabiri Fatih Avanos konuyu uluslararası ilişkiler ve hukuk konularında uzman Anar Aliyev'le konuşacak. Biz de hemen onların olduğu noktaya uzanalım, sözü kendilerine bırakalım ve dinleyelim. 2026 oldukça hareketli başladı. İlk olarak Amerika Birleşik Devletleri'nin Venezuela demokrasisine müdahalesi, görülmemiş olaylar. Ardından yine Suriye'de terör örgütlerinin Halep'teki sivillere yönelik saldırıları ve Suriye Devleti'nin oraya operasyonu ve tabii son bir haftadır da İran'da karışan sokaklar, protestolar artık her geçen gün İran'da şiddetini arttırırken devletin müdahalesi de şiddetinin dozunu arttırıyor. Şu ana kadar birçok şehirde yüzlerce yaralı olduğu ve 40'a yakında hayatını kaybedenin olduğu bildiriliyor. İran'ı konuşacağız. Komşumuz, hem Azerbaycan'ın güney komşusu, Türkiye'nin aynı şekilde komşusu. Kadim bir millet aslında. Binlerce yıldır bu bölgede var olan, Türklerin çoğunlukla yaşadığı bir bölge. İran'ı konuşacağız. Kiminle? Sayın Anar Aliyev'le, uluslararası hukuk uzmanı, politolog, kendisi yayın konuğumuz. Efendim, İran'da neler oluyor? Geçtiğimiz yıl İsrail'in müdahalesi vardı, savaş ortamı vardı, sürekli sokaklarda hareketlilik var, ekonomik geçimsizlik var, zorluklar var. Neler oluyor efendim İran'da? Teşekkür ederim. Qeyd etdiyiniz kimi 2025-ci ildə İranda uzun illər ərzində baş verməyən bir sıra proseslər baş verdi ki, onlar əslində ötən ilin sonlarından başlayan etiraz dalğalarının yaranmasında əsas başlıca tətikləyici faktor rolunda çıxış etməyə başladı. Çünki ötən il İsrail-İran müharibəsi zamanı İran çox ciddi məğlubiyyətlə üzləşdi və nəticə etibarilə İran molla rejiminin apardığı 10 illər ərzində apardığı propagandanın, təbliğatın yalnız sözdən ibarət olduğunu, İranın nəinki bölgədəki proseslərə təsir etmək, hətta İran daxilindəki prosesləri də idarə etmək, özünü qorumaq belə gücündə olmadığı ortaya çıxdı. Və bu təbii ki, 10 illər ərzində İran molla rejiminin xalqdan uzaq düşmüş, rejimin xalqa qarşı apardığı siyasətin, addımların nəticəsində böyük narazılıqlar formalaşmış, daxildə narazılıqlar formalaşmış İran xalqının rejimə qarşı etirazlara qalxmasına çox ciddi xırda bir səbəb olarsa, baş verərsə etirazlara qalxmasına gətirib çıxardı və bu etirazlar təbii ki, realın dollar qarşısında ötən ilin sonlarında kəskin ucuzlaşması ilə İranda sosial vəziyyətin, iqtisadi vəziyyətin daha da kəskinləşməsi ilə qabarıq şəkildə ortaya çıxmış oldu. Peki Anar Bey, son olarak son bir haftadır 10 gündür Amerika Birleşik Devletleri'nin bölgedeki yakın üslere askeri sevkiyat yaptığını görüyoruz. Yani buraya bir askeri müdahale olması, sivillerin olduğu bir yer, yani demokrasi anlamında, uluslararası hukuk anlamında da yani bir takım soru işaretleri olmaz mı? Yani bu şekilde mi olmalı? Onu da bilemiyorum. Size sormak istiyorum. Bu proseslərdə xüsusən də Qərb güclərinin, ABŞ-nin əskəri gücləri daha yaxına sövq etməsi ilə bağlı. Ve tabii İsrail'in açıklamaları. Bəli. Bu proseslər fonunda diqqətimizə Türkiyə-İran son dövrlər yaxınlaşmaqda olan Türkiyə-İran münasibətləri diqqətimizi cəlb edir. Çünki biz ötən ilin sonlarında Hakan Fidanın İrana səfər etməsini və çox mühüm bir danışıqlar apardığını müşahidə etdik. Türkiyə Prezidenti Sayın Rəcəb Tayyip Erdoğan'ın İrana səfərinin planlaşdırıldığı ilə bağlı fikirləri eşitdik və nə zaman ki Türkiyə ilə İran arasında münasibətlər normallaşar, nə zaman ki Türkiyənin həm də İran üzərindən bölgədə təsir imkanlarını genişləndirmək perspektivləri yaranır, biz o zaman ya Türkiyədə ya İranda proseslərin kəskinləşdiyini, qarışdığını müşahidə edirik. Təbii ki, burada Qərb faktoru aparıcı faktordur. Çünki Türkiyənin bölgesel bir güce çevrildiği indiki zamanda bölgede proseslərə daha güclü təsir etmək, həm də İranla anlaşarak bölgenin daha büyük, başka bir büyük gücü ilə anlaşarak bu prosesləri nəzarət altına almaq istəkləri təbii ki, Qərb güclərinin maraqlarına uyğun deyil. Ona görə də necə 2023-cü ildə rəisinin hakimiyyətdə olduğu dövrdə Türkiyə ilə İran arasında münasibətlərin normallaşması, münasibətlərin irəliyə doğru aparılması ilə bağlı, 2024-də rəisinin Türkiyə səfər etməsi ilə bağlı proseslər çərçivəsində Türkiyədə və İranda prosesləri gərginləşdirməyə çalışmışdılar. Bu
nəticə etibarilə bu səfərlər baş tutmadı, münasibətlər normallaşmadı, irəliyə getmədi. Hesab edirəm ki, indiki zamanda İranda baş verən hadisələrin kökündə həm də bu faktorlar dayanır. Unutmayaq ki, İranda etiraz dalğalarını əsasən Kürdlərin yaşadığı bölgələrdə və qismən farsların bu proseslərə müdaxilə etdiyini, qarışdığını müşahidə edirik. Bunlar onu göstərir ki, bəli, qərblərin bölgə ilə bağlı böyük bir projesi olan Böyük Kürdistan layihəsinə qarşı nə zaman dirəniş nümayiş etdiriləcəksə, o zaman da həmin bölgələrdə fərqli hadisələrin, fərqli situasiyaların yarandığını və böyüdüyünü müşahidə edirik. Efendim çok teşekkür ediyoruz. İnşallah hiçbir sivile, masum insana, kardeşimize, soydaşımıza zarar gelmez. İran halkı da kazanan olur inşallah bu sürecin sonunda. Sağ olun. Amin. İnşallah, təbii ki. Efendim Azerbaycan yine politolog ve aynı zamanda uluslararası hukuk uzmanı da Anar Aliyev ile birlikteydik. Kendisi İran'da yaşanan süreci, buraya gelen aslında sürecin öncesini ve sonrasında neler olabileceğini değerlendirdiğimizi ifade edelim. Son sözlerimiz de Bakü'den bu şekildeydi. Sözü yeniden size bırakalım.